Hamıya salam. Uzun müddətli kanalımda yox idim. Bugün artıq uzun müddətdən sonra vlog çəkməyə qərar aldım. Bir anda bir həvəsə gəldim. Dedim artıq bundan sonra başlayıram davamlı vloglar çəkim. İnşallah deyək. Artıq demək olar ki, bir ay olar ki, video çəkmirəm. Və videonun mövzusu budur ki, bir gün ərzində nələr eləyirəm və biz artıq yeni bir evə köçmüşük kirayə. Ona görə mövzu demək olar ki, bu aralıqda bir şeylər olacaq. İndi hal-hazırda səhərdir, yuxudan oyandıq. Biraz gec qalmışam səhər yeməyimə. İkinci həftəmə başlayıram artıq diyetimdə. Ona görə gecikdirdiyim üçün belə tələm-tələsik bir şeylər hazırladım. Yeməyimi yeyim. Bu mənim yeməyimdir. Bu isə yoldaşımın yeməyidir. Oğlumdan yoldaşımın. Oğlum qaymaq yeyir, yoldaşım da skşonlu ilə qaymağı qatıb yeyir belə. Mən yeməyimi yeyim. Yeyən hamıya danış olsun. Daha sonra gün ərzində nə edəcəm sizinlə bölüşəcəm. Dünən qaynanamgil gəlmişdi. Qonaqlarım var idi. Ona görə qablarım qalıb. Axşam da vaxtım olmadı yumağa. Ona görə indi onları yuyacağam. Bir də çay qoydum. Çaydan qaynasın, çayımı içəcəm. Mən yəqin ki bunları yuyub bitirənə kimi çay qaynayar. Qablarımı yudum, qablar bitti. Bayaqları saçımı yumuşum, saçım yaşlı. Ona görə çayımı sürəm. Gedim, qabımı keçirdim. Gedim çayımı içim. Daha sonra da elə həmin vaxtda saçımı qurtaram yəqin ki. Bir də dizim yarımçıq qaldı. Uzatı söhbətinə baxıram. Yəqin ki ona baxaram. Məndən ən çox soruşulan sual budur ki, həyət evində mi qalırsınız? Bəli, biz həyət evinə köçmüşük. Oğlum da burada yatıb. Mən də saçımı qurudacağam. Sonra da çayımı içib başlayacağım işlərimi görməyə. Çünki evi tozturanlamalıyam. Buraları yığışdırmalıyam. Belə. Adem, şəğıl elə. Adem, şəğıl elə. Maçı göndər. Maçı göndər. Oh, oh, oh. Qızlar, deməli, paltaları yuyacaqdım. Çünki bu işimdir. Dedim, elə biraz söhbət eləyək, göyətini təmizləyim. Paltaları atmışam yuyulmağı artıq. Yuyulur, səsini eşidirsək ki. Bir də indi küçə eləyəcəm axşama. Günorta yeməyi olaraq greska yemişəm. Dünən eləmişdim, elə ondan qalmışdı, ondan yedim. Bunu nəyə görə deyirəm? Diyetdə olanlara bəlkə fikir olar deyə. Məsəl üçün, mən normalda əvvəldə sizinlə paylaşmışdım da ki, belə diyet edirəm falan, amma bir müddət sonra acırdım. Yəni, istər-istəməz bir şeylərdə gözüm qalırdı, yemək istəyirdim, şirniyyat olsun. Məsələn, düzdür, mən elə çox şirniyyat sevən deyiləm, amma istər-istəməz adam çayın yanında bir şeylər yemək istəyirsən. Hər şey ürəyi istəyir də, bəzən atışdırmalar falan. Amma bu diyetdə olandan demək olar ki, mənim ürəyim əlavə şeylər istəmir. Aşırı dərəcədə istəmir ən azından. Belə yəni. İstəsəz bu diyetə sizdə qoşulmaq, mənə Instagramdan və yaxud da ki, əlaqə nömrəmi qoyaram, yazarsınız. Sizə qoşulduğum diyeti, həmin səhifəni ata bilərəm. Belə, Instagramda zaten mən izləsəz, gündəlik olaraq paylaşıram demək olar ki, əsasən nələr yeyirəm, nələr eləyirəm. Burada da vlogumda qısada göstərəcəm sizə. Və bu vlogum zaten məqsədi mənim gündəlik etdiklərimi paylaşmağımdır ki, sizinlə bölüşürəm ki, bir günüm necə keçir. Biz indi bu evə yeni köçmüşük və mən düzən xəstəsiyəm, biraz düzənli olmağı çox sevirəm. Bir şey ki, məsələn, yerində olmağı tez əsəbləşirəm, istər-istəməz özümdən asılı deyil bu. Mesela bura gələndə mən xoşuma gəlir ki, hər şey yerli yerindədir, düzənlidir. İndi düşünə bilərsiniz ki, bu qız niyə boşqabın içərisində doğrayır göyərtini, amma biz hələ bura yeni köçmüşük və bizim bütün əşyalarımız demək olar ki, Bakıda evdə qalıb. Bura gələndə heç nə gətirməmişik. Biz əslində burada uzun müddətli qalmağı düşünmürdük, amma yoldaşımın işi ilə əlaqədar artıq bura köçməli olduq, burada qalmalı olduq. Buna görə də elə kiraya çıxdıq. Və kiraya çıxdığımız evdə, yəni belə deyim də, bir çox əşyaların bəziləri var, bəziləri yoxdur.
evdə məsəl üçün çox az qab var idi. Bəzilərini mamamgildən, bəzilərini qaynamgildən belə yarı-yarı gətirmişəm. İndi yəni alış-verişə çıxmaq lazımdır. Ona görə də zamanla onları da alıb yerləşdirəcəm. Hər bir şeyi tamamlayacağım inşallah. Burada da özümə kükü hazırlayırdım. Gördüyünüz kimi hədviyyatlar falan əlavə elədim. Bu arada qaba da fikir verməyim. Bu da evdə olan qablardandır. Yəni əlimin altında nə var idisə ondan istifadə elədim. Küçüm pişdi, belə oldu. Bir də bu məsələ indi saat 6-dır da, axşam yeməyi bunu yeyəcəm. Üstündən 1 saat sonra da belə bir şey hazırlamışam. Qızlar, deməli Instagramda belə bir sorğu-sual qoymuşdum. YouTube'da videolar davam eləmək üçün. Ona görə qızlar da öz fikirlərini yazdılar. Belə təxmini göstərim sizə. Gündəlik rutinimdən soruşublar, arıqlamaq, nə bilim, yemək yarışması falan, bundan bağlı böyük ehtimal ki, Instagram nəzərdə tuturlar. Yəni bu YouTube'da da ola bilər, maraqlı olar. Yoldaşımla bağlı belə bir ikimiz olan videolar çəksək, yenə də ən çox günlük həyatdan vloglar, videolar istəyirsiniz. Düşünürəm ki, yəni bu mənim onsuz da etdiyim bir fikirdir. Yəni bu fikir üzrə videolar çəkirəm. Demək olar ki, elə sizinlə fikirlərimiz üst-üstə düşür. İnşallah ki, bu tip videoları elə davam edirəm. Zaten bu gündən bilirsiniz də vlog çəkməyi Bu arada başlamışam. sizlərə deməyi unutmuşdum. Çünki dediyim kimi artıq bir aydır YouTube'da paylaşım eləmirdim. Bu videonu da et short olaraq belə atmağı unutmuşdum. Yadımdan çıxmışdı. Mən bir müddət olar ki, artıq stilistlə işləməyə başlamışam. Instagramda bundan bağlı çox linç yemişdim. Ki belə tərzin çox pisdir, geyməyi bacarmırsan, kombin eləməyi bacarmırsan. Ona görə də mən stilistlə işləməyə başladım. Və həqiqətən də bu dəyişimi özümdə fərq hiss elədim. Çox yaxşı uğurlu alınmışdı və bu videonu Instagramda paylaşanda çox insanın müsbət xoş rəylərini aldım. Buna görə də çox sevindim. Bəs sizcə kombinim necə olub? Sizlə rəylərdə fikirlərinizi mənimlə bölüşsəz, mənim üçün xoş olar. Qardaşımın yoldaşı bizə gələcəkdi. Qərarlaşdırmışdıq ki, bu gün bizə gəlsin və birlikdə toyuq sote hazırlayaq. Göbələkli toyuqlu sote və altına da elə bir plov, yəni plov yanında da göbələkli toyuqlu sote. Və mən bu yeməyi düşünürəm ki, dadda bişirirəm. Ona görə gəlinimiz göbələk aldı, gətirdi. Mən də toyuq falan bunları hazırladım, yeməyi hazırladım. Birlikdə oturduq, yedik. Burada da həmin gün alış-veriş eləmişdik axşam. Dedim elə onları da sizə göstərim. Diyetdə olanda bulgur yeyirəm. Noxud aldım ki, noxudla da yemək pişirim. Bəzən salat falan da eləmək olur. Duzumuz bitmişdi, onu almışdıq. Daha sonra menüdə lobya var idi. Düşündüm ki, lobya ilə də bir şeylər eləmək olar. Xiyar, pomidor, ümumiyyətlə tərəvəzlər olmazsa olmazımızdır. Bir də dediyim kimi biz artıq yeni keçdiyimizə görə bəzi şeylər bizə lazım idi. Rəşik fotolar üçün pervol aldım. Daha sonra Instagramda da soruşanda qızlar mənə demişlər ki, aspiratör güc ən yaxşı təmizləyicidir. Qazlı hər şeyi təmizləmək üçün çox yaxşı. Deməli, qardaşım yoldaş gəlmişdi, bilirsiniz. Gedi içdi, indi bir süfrəni yığışdıracağım. Biraz istirahət eləmək istəyirəm. Sonra da nələr eləsəm yenə də sizinlə paylaşacağım. Belə. Bu vloqum çox qarışıq bir vloq oldu, amma olsun. Əsas odur ki, vaxt olduqca çəkməyə çalışdım sizin üçün hər şeyi. İndi hal-hazırda mən diyetdə olduğum üçün sabaha elə bir ikinci həftəmə başlayıram. Sabahın səhər yeməyini hazırlayacağım. Belə deyim də, məsəl üçün bu yulafdır. Yulafın məsəl üçün pişmə dəqiqəsinə görə növləri var. Marka fərqi yoxdur, amma deyilənə görə ən yaxşısı məsəl üçün 15-20 dəqiqə ərzində pişənlərdir. Ona görə mən də bunu tapdım. 15 dəqiqə ərzində pişir. Yəni bundan istifadə edəcəm, amma mən pişirməyəcəm. Bundan deməli 3 qaşıq. Normalda onu deyim ki, mən əvvəllər yulaf yeyə bilmirdim. Amma bu dəfə diyetdə həqiqətən də hər şeyi yeyə bildim və nəticəsində görürəm. Çünki çox dadda alınır da elədiyim şeylər. Ona görə də
mənim üçün uyğundur. Bu yerinə qoyum. Deməli yulafı qoydum. İndi bunun içərisinə biraz yarım çay, daha doğrusu 1 çay qaşığı belə təxmini chia toxumu. Bir balaca da çörək otu. Səhv eləmirəmsə. Yarım çay qaşığı, daha doğrusu 1 çay qaşığı. Belə. Bir də tökdüm. Bir də qatıq əlavə edəcəm. Bunu akşamdan hazırlayırım. Sabah inşallah yiyeceğim. 1, 2, 3. Bir balaca da artık. Все. Şimdi bunu böyle karıştıracağım ve все qalacaq gecəni. Səhər inşallah yiyeceğim. Çok qəşəng tok tutur insanı həqiqətən də. Ben bu arada kamerada birdən bura baxıram, birdən bura baxıram. Burada mən özümə baxdığım üçün belə baxıram. Amma əslində bura baxmalıyam. İndi siz təsəvvür eləyin ki, belə baxanda adam düşünür ki, bu məni nə qədər tok tuta bilər ki də, bundan insan acır. Amma həqiqətən elə deyil. O qədər tok tutur məni. Belə, bunu istəsəm meyvə ilə də yeyə bilərəm, amma mən meyvəsiz yeyirəm. Belə, inşallah bu qalsın, sabah bunu yeyəcəm. Belə, bilmirəm vlogu nə qədər davam elətdirim, belə uzun uzadı olsun, olmasın. Hələ də tam fikrim dəqiqləşməyib. Bu arada, burada qablarımı yumuşam. Biz getmişdik annemgilə. Qabları yudum, qoydum hazır. Demək olar elə də bir işim qalmayıb. Heç indi yollaşma geri çay içməyə. Hələlik. Deməli bir dənə dietik yemək var idi. Yemək deyəndə börək də belə, təbii börək, kilo aldırmayan, tam mənlik bir börək hazırlayıram. Reseptini əgər yaxşı alınsa, dadını bəyənsəm sizinlə bölüşəcəm. İndi məsələn göstərim sizə. Mən burada şor qoymuşam. Bax belə mən kaloriyadan çıxartdım. Ona görə qoydum çaydanın üstünə ki, biraz burada ərisin buzu. Ondan sonra əlavə edəcəm. Burada ölçülər də yulafdır. Qoydum, gördüm, yox əriyən deyil. Dedim qoydum, biraz əridim. Belə. Karıştırdım, belə bir şey alındı. Əslində çox balaca bir şey çıxacaq, belə başa düşürəm ki. Aydın yıxılarsan. Baxın, deməli bunun içində nə var? Yulaf, yumurta, qatıq, kəsmik. İndi üzərinə də, daha doğrusu içliyinə də kəsmiklə mozzarella, ıspanaq falan. Nədir? Mozzarella ilə ıspanaq. İçini bir də duz əlavə edəcəm. Bu qədər. Görək necə alınır. Deməli demişdim də sizə ki, mən burada hələ keçinəyim yoxdur. Tolqanın qabları var ya, sadəcə böyük olduğuna görə salat da biraz az çıxdı börək üçün. Ona görə bu qabda, keks qabında eləmək məcburiyyətində qaldım. Altdan deməli içlikdən tökdüm. Sonra ıspanaqla pendiri əzmişdim, qarışdırdım onları. Ortaya ondan səpdim. Daha sonra üzərinə yenə biraz qarışımdan az qalmışdı ondan. Bir də indi biraz belə kaşar doğradım, mozzarella. Все, belə hazır oldu. İndi qoyaq sobaya görə hələ. Adəm də buralar dağıdır bu arada mən iş görə. Baxaq görək necə alınacaq. Hadi bakalım geçsin pişməyə. Mən iş görürüm, o da buraları dağıdır belə. Amma qız ayaqqabıları ilə. Və qız qaqqası. Hamı deyir ki, dünən Instagramda paylaşmışam. Hamı deyir ki, o qədər yaraşır ki, əslində. Deyirəm, səhv olub da qız doğulmalıymış. Biz o qədər qız övladı istəmişdik ki, Adəm də gəldi qız oxşadı. Siz bir bilsəniz ki, mən bu videoları hansı şəraitdə, hansı çətinliklərə rəğmən çəkirəm. Gördüyünüz kimi dəqiqədə Adəm şuluq eləyir, harasa çıxır, qorxuram ki, yıxılacaq, tez-tez onu düşürdürəm falan. Ola bilər, ağlınıza belə bir sual gələ bilər ki, nə vacibdir? Amma əlbəttə ki, bu vaciblik deyil. Mən bunu sevərək eləyirəm. Və sizlərdən bir xahişim olacaq. Əgər mənim videolarımı izləyirsə, bəyənirsinizsə, həm xoş rəylərinizi və ümumiyyətlə fərqi yoxdur əslində, fikirlərinizi rəylərdə yazmanızı xahiş edirəm və bir də əgər kanalımı izləmirsinizsə, kanalıma abunə olub mənə dəstək olmanızı xahiş edirəm. Görək hələ bu videodan sonra mənə sizlərdən nə qədər dəstək gələcək. Gəlin buna bir baxaq görək nə hala düşüb. Belə bir şey alınır. Əslində pis deyil. Pişib məncə. Mən söndürmək olar. Böreğim pişdi də, bayaq göstərmişdim sizə. İndi uca soydu.
Bu formada çıxartdım və dadına baxdım. Sizə belə yandan göstərmək istəyərdim, amma altı tökülür. Belədir. Əslində çox dadlıdır, həqiqətən mən bəyəndim. Hətta siz təsəvvür edin ki, mənim duz yadımdan çıxmışdı, duz vurmamışdım. Amma zaten şorun falan özünün duzu normal olur da, ona görə çox yaxşıdır. Tamına bir aydan sonra həvəsə gəlib bir dənə vlog hazırladım. Ümid edirəm ki, bəyənərsiniz. Bolca dəstəyinizi gözləyirəm. Rəylərinizi oxuyacağam. İndidən hər birinizə təşəkkür edirəm. İnşallah ki, hər kəs öz fikrini bildirər və əlavə olaraq da bu videonun aşağısında zəhmət olmasa bundan sonra kanalda necə bir video istəyirsiniz, nələr paylaşmamı istəyirsinizsə yaza bilərsiniz. Mən də sizin rəylərinizi oxuyacağam. Hələlik sağ olun, özünüzə müğayət olun.